Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün yenə faydalı bir videola gəldim qarşınıza. Bişirmədən çox faydalı feyxuva mürəbbəsini hazırlayacağım bugün. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. Nə edirəm? 1 kilo feyxuva götürmüşəm. Bunları həm təmizləyib, həm də yuyacağam. Feyxuvanın faydaları çoxdur, bunu hər kəs bilir. 1 kilo feyxuvada 2 mg-dan 10 mg-a qədər yod var. Ona görə də orqanizmə xüsusi faydalıdır. Feyxuva yeganə meyvədir ki, orqanizmdə yodu təmin edir. Zob xəstəliyindən təzyiqi olana, soyuq dəyməyə çox faydalıdır. Kiçik meyvə olmağına baxmayaraq C vitaminidir. Hətta vitamin deposudur deyərdim. Bunu hər kəs etsin, məsləhət görürəm. Çox faydalıdır. Meyvələrimizi gördüyünüz kimi təmizləyirəm və bunları yudum. Arxa hissəsini, baş hissəsini bu formada kəsirəm. Mən bir ədəd limon da qatacağım buna. Siz istəsəz bunu qatmaya da bilərsiniz. Və limonun qabığını da soyuram. Əgər qabığını soymasaz acılıq verir. Ona görə də bunun qabığını soyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Artıq meyvələrimiz hazırdır. Bunları ət maşınından keçirdirəm. Siz bunları doğrayıb blenderdən də keçirə bilərsiniz. Mən ət maşınından keçirib, sonra da bir dəfə də blenderdən keçirdəcəm, daha yumuşaq olsun deyə. Bunu hər kəs hazırlaya bilər. Bunu soyuducuda saxlayıb, qış uzunu soyuq dəyməyə, qripə istifadə edə bilər. Gördüyünüz kimi ət maşınından keçirtdim. 1 kiloqram meyvədir məndə. 1 kiloqram meyvə götürmüşəm. Üzərindən 800 qram şəkər tozu əlavə edəcəm. İlk öncə blenderdən də biraz keçirdirəm. Qeyd edim ki, meyvə alarkən yumşağını alın ki, həm ətirli olur, həm şirin olur, çox dadlı olur. Dediyim kimi, üzərindən 800 qram şəkər tozu əlavə etdim 1 kilo meyvəyə. Və bunu yaxşı-yaxşı qarışdırıram. Bunu bu formada qarışdırıram. Bir gün bunu gedib gəlib qarışdırıram. Bir gün bunu soyuducuda saxlayıram. Bunu arada tez-tez qarışdırmaq lazımdır ki, şəkər tozu ərisin. Artıq gördüyünüz kimi bu ikinci günümüzdür. Şəkər tozumuz təmiz əriyib, həm də gördüyünüz kimi qatılaşıb. Bunları bankalara yığıram. Bu mürəbbəni çox sevirəm, həm bunun meyvəsini çox sevirəm. Ətirli, dadlı meyvədir. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun sonuna gəldik. Gördüyünüz kimi möhtəşəm görüntüsü olan, möhtəşəm dadı olan soyuq mürəbbəmiz hazır oldu. Bəli, bunu ona görə bişirmirik ki, vitaminləri ölməsin, tam təbii qalsın və soyuducuda bunu saxlayırıq. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər. Sağ olun, Allah'a əmanət olun.